Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı peşə təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşların iştirakı ilə görüş keçirilib. Tədbirdə çıxış edən Nazirliyin Elm, Ali və Peşə Təhsili şöbəsinin müdiri Turxan Süleyman ixtisasların təsnifatının yenilənməsinin əhəmiyyətli olduğunu deyib. 2 ildir ixtisas təsnifatının layihəsinin yenilənməsi üzərində işlər gedir. Nəticə etibarilə biz demək olar ki, artıq sona çatmışıq. Hal-hazırda da biz son redaksiyanın peşə təhsili müəssisələrinə müzakirəsi üçün toplaşmışıq və qeyd edək ki, 800-dən çox mövcud təsnifatdakı ixtisas yeni layihədə 250 civarında saxlanılmışdır. Təxminən 250 ixtisas formalaşdırılmışdır. Bunlardan da peşə təhsili pilləsinin iş peşə səviyyəsi üzrə təxminən 30, texniki peşə səviyyəsi üzrə 170, yüksək texniki peşə üzrə təxminən 40-a yaxın ixtisas nəzərdə tutulur ki, əksər çoxluq da texniki peşə səviyyəsi üzrə nəzərdə tutulmuşdur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə qeyd edib ki, yeni ixtisas təsnifatı beynəlxalq təcrübə, iqtisadiyyatın prioritet istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanır. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, qarşıdakı dövrdə biz hansı sahələr üzrə, hansı istiqamətlər üzrə mütəxəssis hazırlayacağını, eyni zamanda peşə təhsili müəssisələrimizin hansı istiqamətlər üzrə inkişaf edəcəyini və eyni zamanda təhsil sahəsi üzrə əmək bazarı arasında əlaqələrin necə qurulacağını müəyyən edəcəyimiz bütünlükdə bu strateji sənəd olan peşə təhsili istiqaməti üzrə ixtisasların təsnifatından asılı olacaqdır. Onu da qeyd etməliyəm ki, bu ixtisasların, peşə ixtisaslarının təsnifatının yeni hazırlanması ilə məsələ bitmir. Əsas məsələlərdən biri bu yeni ixtisaslar üzrə istehsalat təlim ustaları, müəllimlərin tədris proqramlarının, laboratoriya və emalatxana bazasının mövcudluğu, eləcə də bu ixtisaslar üzrə hazırlanacaq tələbələrin hazırlıq keçəcəyi, yəni təcrübə keçəcəyi işə götürənlərin müəyyən olması çox vacibdir. Daha sonra Elm və Təhsil Nazirliyinin Elm, Ali və Peşə Təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva çıxış edərək yeni ixtisas təsnifatı layihəsi üzrə görülən işlər barədə məlumat verib. Sonda layihənin fəaliyyət planı və qarşıdakı mərhələlər müzakirə olunub.